Bir daha vaxtınız xeyir olsun değerli futbol severler. U8 Respublika birinciliğinde günün derbi maçı. Ulduz U8 ve DFM arasında başlıyor. Heyetlerle sizi tanış edək. DFM komandasında 7 Yusuf Azimzadə, 10 Amil Ələsgərovdur, 14 İbrahim Qarayev, 19 Məhməd Yunusov, 42 Heydər Paşazadə, 77 Rinat Səfərov və 99 Elmi Məmmədli. Komandanın baş məşqi postunda Aydın Qasımov, yardımcı məşqçilər isə Fərid bəy və Kərim Diniyev komandanın rəhbəri. Ənəv olaraq sarı gemdə çıxış eləyir DFM klubu, rəqibi Ulduz isə narıncı gemdə. Çox mərkəzi bir qarşılaşmadayıq bu dəqiqdir. Hər iki komanda sezonun ən yaxşı üçlüyə aid demək olar komandalarından biridir. Ən az dörtlükdə görülən komandalardır. Həm Ulduz, həm DFM klubu olduqca çox ağır sezondan keçdi, çətin oyunlardan keçdi və təbii ki, qələbəni də sıralamaqda çətinlik çəkmədilər. Amma bu dəfə isə bir-birlərinə qarşı mübarizə aparacaq iki təcrübəli klub. Hər iki komandanın baş məşqçisi də olduqca tanınmış simalardır. Məhz uğurları sayəsində həm Elvin Əsədullayev, həmçinin də Aydın Qasımov futbol cəmiyyətində çox tanınmış simalardan biridir və bu arada hesab açıldı. Ulduz komandası erkən qola imza ata bildi. Qarşılaşmanın elə ikinci dəqiqəsində ani bir kobud səhv qolla nəticələndi və Ulduz hesabda 1-0 önə keçir. İkinci dəqiqəsində meydanın mərkəzinə dəvət edir Diniyev komandasını. Komandanın 7 nömrəli forveti Amin Qasımov. Erkən buraxılan qol komandanın oyununu bir xeyli sarsıda bilər. Amma təbii ki, DFM də belə oyunlardan artıq dəfələrcə üzü ağ çıxıb, ağır oyunlarda daima geri dönüş etməyə müvəffəq olan komandalardan biridir. Yəqin ki, tezliklə oyunu bərpa edə biləcəklər. İndi Əzimzadə topladı. Ona qarşı qayda pozulur və cərmə zərbəsi. Qarabağ komandası ilə maçda. O məğlubiyyətə bir məlhəm lazımdır. Diniyev komandasının hücum cəhdi. Pressing tətbiq edir. Ulduz komandası. Pressing öz bəhrəsinə. Ulduz komandasının daha bir hücum cəhdi qarşıladılar. Hələ ki, epizod tam bitməyib. Həsən Zamiroğlu. Amma yox, top artıq qapı xəttinə meydançanı tərk etmişdi. Ulduz komandasının heyətində sözsüz təhlükəli oyunculardan biridir. Sezon boyu artıq 30'a yaxın yanmıramsa qol tapa bilib, qol müvəffəq olub vurmağa rəqib qapılarına və artıq təbii ki, adından ölkəyə səs sala bilib, nəinki ölkəyə. Və indi hesab bərabərləşir və gol! 1-1 oldu hesab. Mükəmməl ötürməni qolla tamamladı. DFM komandasının 19 nömrəli debutant Wunderkindi sayılır əslində. Bu sezondan qoşulub DFM'in heyətinə və Məhməd Yunusov idi bu oyuncu. Hesabı bərabərləşdirdi. Yanmamsa ötürməni Əzimzadə vermişdi. Daha bir epizod və bu dəfə top qapıdan aralı keçdi. Bir dəqiqədə 2 gol vuracaqdı az qalsın. DFM Ulduzun qapısına bu dəfə hər şey yaxşı qutardı. Hesap Ulduz 1, DFM 1. Out DFM. Yine təhlükəli zonada pressing tətbiq edir. Durmadan Ulduz. DFM'in sarçınaqla hücumu başlaya bilər. Qayda pozuntusu olmalıydı ama hakim hər hansı bir qərar dəyişikliyi vermədi. Sadəcə top Ulduz komandasında. İkinci və üçüncü dəqiqələrdə vurulan qollarla Ulduz 1, DFM 1. Hələ 5-ci dəqiqədə hər iki tərəf açıq futbol nümayiş etdirir. Böyük ihtimal bol qollu bir maç izləyəcəyik. Çünki hər iki tərəf qol vurmağı sevir və sevməyə bir qırağa əla da bacarır istənilən məsafədən. Yine top DFM klubunda. Paşazadə ötürməz sağ cinaqda. Hakim oyunu saxlayır, yanmıramsa out.
Top yine Ulduz komandasında. İrəliyir, zərbəsi. Dəfə isə top qapıdan aralı keçdi. DFM topla oynayan tərəfdə. Növbəti hücum həmləsi DFM klubundan. Elmin Məmmədlinin qarşısında qalır. Top və toplarda. Məmmədli komandasını hesabda önə keçirdi. DFM 2, Ulduz 1. 6-cı dəqiqə və hesabda öndədir DFM. Dönüş etməyən və Az öncə vurguladım axı. Belə çətin oyunlardan həmişə üzü aça bilib DFM və gol vurmağı çox sevir. ikinci rəqib Baxaq Ulduzun buna cavabı necə olacaq? 9 nömrəli oyunçu Arzuman da meydana daxil oldu. O da çox sürətli və dinamik oyunçudur. Auto yerinə yetirdi DFM. Top yenə Ulduz komandasına gəlir və top torda. Hesab bərabərləşdi. Elə 7-ci dəqiqə, 1 dəqiqə çəkmədi ki, vəziyyət yenə eyniləşir. Ulduz 2, DFM 2. Buraxılan səhvi bağışlamadı Ulduz komandası və hesabı bərabərləşdirdi. bu torla qovuşturmağı bacarır. Abdullah Məmmədli. Və indi buraxılan qolun şokundan ayrılmamış daha bir top DFM komandasının qapısından keçir. Bu dəfə 7 nömrəli oyunçuydu. Fərqlənən oyunçu Ulduzun heyətində Geri dönüş geri dönüş etdi. Ulduz komandası 7 dəqiqədə 5 gol izlədik. Ulduz 3, DFM 2. Belə görürük ki, artıq maçın 7-ci dəqiqəsində 5 gol var. O istədiyimiz bol qollu maraqlı maç. İlk 7 dəqiqədə gəlib. Mütləq şəkildə davamı da olacaq. Kimsə altı Ulduz komandasının lehinə qərar verir. Sen Samir oğlu olsan atınca geçiyor ama köşe götürme. Samir Elfin oğlu. Düştü bir kadar. Şu topu ele gözünde saklıyor. Sen Turmasının karşısına olur müdafiəçilər. Yine hücum dalğası gəlir Ulduz komandasında. Məmmədli topu meydanda saxlayır. Ulduzun tabiri hücumu və bu top orada. Ulduz komandası fərqi 2 topa yüksəltdi. Maçda ilk dəfə fərq 2 topa yüksəlir. Ulduz 4, DFM 2. Yanılmırsa qolun müəllifi Həsən Zamiroğlu'ydu. 4-2. Elmin Məmmədli topladı. Pressing artırdı. Ötürmə də çatdı ünvana. Paşazadənin zərbəsindən sonra toxunuş var və out DFM. Məşqçi tərəfindən 6 nömrəli Abdullah Məmmədli meydana atılır. Tabir out DFM. Yine demək olar ki, eyni nöqtədən. Sivri ucunda 30 nömrəli Şamil Elfinoğlu. Elmin Məmmədli. Bu da meydana mübarizəyə. Toxunuş var və küncdən zərbə. İskəndərov və bu səyləri öz bəhrəsini verir. 9 dəqiqə demək olar ki, arkada qaldı. Varkən 6 gol izlədik artıq bu 9 dəqiqə ərzində. yan xəttdən Cinyev komandası top meydana taxil edir. İçəriyə doğru ötürmə var. Riskə getmir topu. Yine top Elmin Məmmədlidə. Ötürmə sol cinata uğurla çatdı. Gələcək. Amil Ələsikarov topla ilə oyunçudur. Sabiq 10 nömrə. 6 yerinə itirəcək Ulduz komandası. Abdullah Məmmədli yanında Şamil Elfinoğlu. Yenidən Abdullah. Gözəl hərəkətlər Abdullahdan. Top meydanda saxlamağa bacarır. 2 nəfərin atəsindən sıyrılır. Həsən Zamiroğlu. Həsən Zamiroğlu topladı. Ulduzun tabir hücuma başlayır. Burada bir rəqibdən sıyrılır Hakim. Top meydanda qalır. Hakim tavan deyir. Pressing var və top Arzumandan sol cinatda Amil Ələsikarova. Gəlir Amil Ələsikarov. Arzuman, Amil Ələsikarov. İkinci cəhdində də uğurlu. Qarşıladılar. Yine Elmin topu komandasına qaytarır Elmin Məmmədli. Ötürməsi çatacaq Minvana. Yox. Out. Dərhal out'u yerinə itirmişdi Ulduz. Amma
növbəti 6 yerinə yetirəcək bu dəfə DFM. Hissənin artıq yarısı arkada qalıb. Hələ ki ulduz 4, DFM 2. Elmin Məmmədli indi yerdə qalır. Lakin faulu təsbit edə bildi. Yaxın idi epizoda. Demək ki, meydanın mərkəzindən standart vəziyyət yerinə yetirəcək ulduz komandası. Başa çərçivə ünvanlamağa çalışırdılar, qarşıladılar. Bir cəhət və top orada. Fərq minimum indi. Son toxunuş İbrahim Qarayevdən. Ulduz 4, DFM 3. İbrahim Qarayev fərqi minimuma indirdi. Orada çətin olan bir bucaqdan, hansı ki qarşılıq yaranmışdı, Ərzuman da zərbə endirməyə çalışırdı. Və son toxunuş Qarayevdən gəldi, nəticədə 4-3 olur. Ulduzdan daha bir hücum. Qarşıladılar. Top yenə DFM klubunda, amma təhlükəli zonda top itkisi var. Zərbə olacaqmı? Və toxunuş var, küncdən zərbə. Künc nöqtəsini göstərir. İlk hissənin 12-ci dəqiqəsində künc zərbəsi yerinə yetirir ulduz komandası. Müdafiəçilər ayaq sayılır. Daha bir hücum cəhdi. DFM-də Elmin Məmmədli. Arzumandan geriyə. Yenə Elmin. Qarayev. Elmin Məmmədli. Evet, out. DFM. Ziyev komandasına rahat çıxmasına imkan vermir. Arabın ötürməsi və bu top da orada. Yenə ya Məhəmməd Yunusov toxundu, ya da elə Qarayevin özü fərqləndi. Bir qədər qarşılıq epizod idi, hər bir halda nəticə eyniləşdi. Yenə geri dönüş. DFM 4, Ulduz 4. 8 gol. 13 dəqiqədə 8 gola şahid olduq. 4-ünü Ulduzdan, 4-ünü DFM-dən. Və hələ də bu maçın əsas güclü tərəfi kimin olduğunu demək çətindir. Bərabər səviyyədə oyun gedir, mübarizə gedir meydanda. Bunu elə hesab da təsdiqləyə bilər. Amma sözsüz belə qarşılaşmaların bir qalibi olmalıdır. İnanmıram ki, belə bir maç, belə bir ağır maç bərabərə bitsin və tərəflər meydandan sülhlə ayrılsın. Hər bir halda bunu qarşıdakı dəqiqələrdə görə biləcək. Elmin Məmmədli indi topladı. Məhəmməd Yunusovun pressingi var. Yine qarşıladılar. Daha bir hücum cəhdi. Qarayevə top çatmadı. Top Ulduzda. Out Ulduz. Özü yerinə yetirir altı. Daha bir alt. Növbəti out. Yenə Ulduz. Doğru yaxınlaşırlar. Bir asma gəlir, müdafiəçilər uzaqlaşdırır. DFM komandası topla oynayan tərəf idi. Ötürmə Ivana çatmadı və növbəti out Ulduz. İlk hissədə əsas vaxtın son 6 dəqiqəsinə daxil oluruq. Hesab eynidir. Ulduz 4, DFM 4. Əslində hesab eynidir deməyə də adamın dili gəlmir. Adətən qolsuz bərabərliklərdə və ya minimal hesablı bərabərliklərdə bu şərh edilir. Amma bu maçda isə tamam fərqli bir abavadır. Bol qollu bir maç izləyirik. Hesab eynidir, yəni sadəcə bərabərdir, amma bol qollu bir maç izləyirik deyə maraqlı məcrada keçir. Növbəti 6 yerinə yetirəcək Ulduz. İlk hissədə son 5 dəqiqə. Yusuf Əzimzadə. Növbəti out
Ulduz yoxsa yox, toxunuş var idi. Altu DFM klubu yerinə girəcək. Sədələnir. Özələsi ciddi deyil deyəsən, əvvəl qalxır. Balıqçı. Ciddi olmaz. Her zaman bildiğimiz kimi zədələr hər bir komanda üçün arzu olmazdır. Gəlir topu boşdur zərbə, arxa dirəyəcəkdir. Geri qayıdır. Kapitan meydana geri dönür. Merabaskuyev zərbəsinə son uçuşma fəndi ilə mani olmur. Növbəti gün zərbəsi Ulduz qarşılarlar. Boşda qalan top və az qalsın DFM hesabda önə keçəcəkdi, bu dəfə alınmadı. Hissənin isə əsas vaxtının son 4 dəqiqəsi. Niye komandası daha bir altı yeri getirecek? Üstü dönüyor müdafiəçisi, topun gerisindedir. Kaldırır, pressing tətbiq edir. Pressing öz bəhrəsini verir, qapı boşdur, qapı direğindən top geliyor. Son məsafədən işli olmayan sol ayağı ilə Sən Zamiroğlu zərbə indirmək üçün bəxti gətirmir bu epizodda. Çünki davam edir Ulduz komandasının. Bravo Əhsən. Komanda yoldaşlarına səslənərkən kömək lazımdır. 2 nəfər var. Növbəti hücum həmləsi Ulduz klubundan aşırma vuruş və top-torda Ulduz yenə hesabda önə keçdi. Bu dəfə 4 nömrəli oyuncu fərqlənir Ulduzun heyətində. Ulduz 5, DFM 4. Ömər Abbasquliyev. Nəqidlərini növbəti dəfə meydan mərkəzinə dəvət edir. Sakin, sakin, hiç olmaz. Hiç olmaz. Olur, ayağını bırakıyorsunuz. Gideniz sakin ol. Sürüşən hesab var Aslan. Yusuf Kitayev. Top yenə Ulduz komandasında. Məhmədli qarşılayır. Aşırma ötürmə. Heydər Paşazadənin qarşısında qalır. Top və topa. Yeni hesab bərabərləşdi. Necə gözəl ötürməkdir Elmi Məhmədlidən və Paşazadə. Belə epizodları qaçırmır. Rəqibin səhvini bağışlamadı. Amma gəlin ötürməni 10 ballıq üstünümüzdə dəyərləndirsə elə 10 yox, hətta 100 bal vermək olar. Necə hissiyatla əla ötürmə vermişdi və az qalsın Ulduz yenə fərqlənəcəkdi. Bu dəfə top qapıdan aralı keçdi. Hesab yenə bərabər olaraq qalır. DFM 5, Ulduz 5. İlk hissə çox bol qollu bir maç izlədik. Artıq əsas vaxtın ilk hissədə sonuncu dəqiqəsinə demək olar ki, daxil oluruq. Hesabda isə bərabərlik davam edir. Pressing yerindən öz bəhrəsini verir. Başlı son anda öz səhvlərini sığortalayır. Dünya komandası müdafiəçiləri. İlk sən sonuncu dəqiqəsində cərmə zərbəsi təyin edir hakim. Ulduz komandası standart vəziyyəti yerinə yetirəcək. Aman topun arxasında Zamiroğlu olmasın. Ev tapşırığı kimi böyük ehtimal başlanacaq, amma yox, Zamiroğlu özü yerinə yetirir və top qapının üstündən keçdi. Belə epizodlarda standart duran toplarda çox usta bir oyuncudur. Yaşının az olmasına baxmayaraq Zamiroğlu hətta Qarabağ və bir çox Avropa klublarının da diqqətini özünə cəlb etməyə müvəffəq olub.
Epsotse yaxşı qurtardı. Daha bir cəhd təfəllü və gol! Yusif Əzimzadə. Yusif Əzimzadə DFM hesabda öne geçirdi. Bu gol da elə ilk hissədə yekun gol oldu. DFM 6, Ulduz 5.